Yəni səmimi etiraflar var. Qarabağ azarkeşlərindən Bu arada səmimi etiraflar var. İlham adlı bir azarkeş yazıb ki, Salam Qarabağ Şamaxı ilə oyunda çox istəkli değildi. Qarabağın oyuncuları Çempionlar Liqasından sonra ulduz xəstəliyinə tutulub. Məncə kifayət qədər doğru iradam et. Niyə? Niyə? Biz bilirik ki, Marko Yankoviç yanvara qədər ki Marko Yankoviçdir, sən cam et. Bilsən, Adı ətrafında da söz söhbətlər var idi. Sırf bir oyuncu ilə bağlı deyirsənsə, bəzi oyuncularda ola bilsin ki, eniş ola bilər. Amma mən oyuna baxırdım. Məsələn, Medina, Avrokuboklarda gördüyümüz Medina, Şamaxıda ciddi səhvləri ilə yenə yadıq. Ümumiyyətlə, çempionat oyunlarında Medina'nın çox saylı səhvlərini gördük biz. Halbuki Avrokuboklarda necə çıxış eləyirdi? O bilsən nəyin nəticəsidir? Mən sənə deyim, burada əslində ulduz xəstəliyindən falan söhbət getmir. Burada söhbət nədən gedir? Məsələn, mənim öz psixoloji məsələdən. Meydanın içindən gəldiyim üçün bunu belə deyək də, ağlıma ilk gələn bu olur. Məsələ nədir? Tutaq ki, gəl belə bu studiya ilə primer təkək də. Məsəl üçün, biz jurnalistlərin Çempionlar Liqasındayıq, belə efir Çempionlar Liqasındayıq da və dünyanın ən reytingli yayım olan, tutaq ki, verilişlərində artıq biz də varıq. Hər verilişimizə tutaq ki, 2 milyon, 3 milyon baxış gəlir. Və o bitir. Gəlirik, yenə gəlirik 20 yanvarın kurğunda, o çür yaşağı, gəlirik studiyaya giririk. Yəni, istər-istəməz burada o köklənməklə, bu köklənməyin arasında çox ciddi fərq var. Hətta çox ciddi fərq var. Nizat, siz mini futbol yarışlarını keçirirsiniz də, elə Fire Media olaraq buradan da salamlayırıq kollektivi. Peşkar səviyyədə yarışları təşkil edirlər bütün federasiyalar, təşkilatlar arasında. Hətta orada belə, həvəskar oyunlarda belə indi oynayırıq da. Biləndə ki, rəqib zəifdir, Ahmet. İnan ki, o motivasiya olmur da. İstəsən belə o motivasiya olmur. Rəqibin zəifliyi ilə getmir. Təsəvvür elə ki, çıxmısan St. James Parkda oyna, 97 min, nə bilim 67 min azarkeşin qabağına bir dənə pas versən belə, belə səs gəlir, orada tez oyna. Yəni bu şey, biz balans yaranır da. Futbolçular da vallahi qınamalı deyil. Çox çətindir. Belə sevişlərdən qınamalı. Ay sağ olun. Yəni bu həqiqətən də futbolçular qınamalı deyil. Yəni o futbolçular elə atmosferlərdən gəliblər ki, yəni istər-istəməz milli çempionata artıq köklənməkdə çətinlik çəkmələri normaldır. Yəni bundan normal bir şey yoxdur.